hazırki dönəmdə çətin problemlərdən biri məişət və ailə problemləridir ki, ailələr dağılır, boşanmalar çoxalır və bizdən bu vacibi mövzuya dəfələrlə toxunuruq ki, və ümid edirik ki, inşallah təsiri olar, istifadə edən insanlar olar, ibrət alanlar olar. Nə edək ailələr möhkəm olsun? Ailələr dağılmasın. Həzrət Zəhranın ailəsi bütün ailələr üçün nümunədir. Həzrəti Zəhra salamullah əleyhanın həyat tərzinə, ailədə olan rəftarına nəzər salsuq, bir neçə məsələni müşahidə edirik ki, ailəni möhkəmləndirir. 3 amilə bu xütbədə işarə edəcəm Allahın izni ilə. Birincisi səbir və dözümdür. Hər şeydə uğur əldə etmək istəyirsən, müvəffəq olmaq istəyirsansa, gərək səbirli və dözümlü olasan. Danışmışıq, təhsil də bu cürdür, idman da bu cürdür, ticarət də bu cürdür. Həyatda istəyirsən uğurlar əldə eləyəsən, gərək dözümlü, səbirli olasan. İnsan səbirsiz oldu, istənilən sahədə uğur əldə eləyə bilməz. Məxsusən ailə. Ailə elə bir məfhumdur ki, müqəddəsdir. 2 həyat yoldaşı, ata, ana. Övladlar dünyaya gəlir. İstəklər fərqli, düşüncələr fərqli, məsələyə, mövzuya yanaşma fərqli. Uşaq başqa bir məsələ istəyir, başqa cür düşünür. Qız başqa cür düşünür, oğlan uşağının istəkləri başqa cür olur. Xanım başqa cür düşünür, kişi başqa cür düşünür. Və diktatorluq da etmək caizdir. Kişi desin ki, uşaqlar, xanım, sizin düşünmə hüququnuz yoxdur, təklif vermək hüququnuz yoxdur, ailədən mən nə desəm o olmalıdır, bu cürdə mümkündür və İslam da bunu demir. Düzdür, ailənin rəhbəri atadır, amma uşaqların fikrinə, münasibətlərinə hörmətlə yanaşmaq, xanıma hörmətlə yanaşmaq. Birinci amil ki, ailəni möhkəmləndirir, səbir və dözümdür. Ümumiyyətlə, Allahın seçilmiş bəndələri bu dünyada müxtəlif bəlalar, müsibətlər və imtihanlarla sınağa çəkilirlər. Nə qədər mənəvi dərəcə yüksəlirsə, imtihanlar da ağırlaşır. İlahi övliyaların, peyğəmbərlərin, imamların dünyada sınaqları da çətin olur. Təhsil kimi. Görürsən, insan 1-ci sinif, 2-ci sinif, 3-cü sinif oxuyur, oxuduqca, dərəcə yüksəldikcə imtihanlar, sınaqlar çətinləşir. Gedir, bakalavr, magistr, doktorantura və s. Nə qədər yüksəlirsə, onun sınaqları da, imtihanları da çətinləşir. Allahın seçilmiş bəndələri ki, Allah yanında uca məqamlara yiyələniblər, mənəvi zirvələrə yüksəlmiş insanların bəlaları da, sınaqları da çətin və çox olur. Amma bu ilahi övliyalar, Allahın bu sevimli və seçilmiş bəndələri səbir gövhərinin sayəsində bütün bu çətinlikləri üstəliyiblər. Bütün bu imtihanların, sınaqların öhdəsindən üzü ağ çıxıblar. Səbrə görə, dözümə görə. Həzrət Zəhra salamullah aleyha uşaqlığından, 5 yaşından şəhadətinə qədər müxtəlif zəhmətlərə qatlandı və bütün bu çətinliklərə dözdü, səbr etdi. Ümumiyyətlə, Həzrət Zəhra salamullah aleyhanın həyatında xüsusi səbir müşahidə olunur. Hər adamda olmayıbdır. Xüsusi səbr, dözüm. Ailədə müvəffəqiyyət amillərindən biri səbirdir. İstəyəsən ailə möhkəm olsun, gərək səbirli, dözümlü olasan. O ailədə ki, səbir olmadı, səbir az oldu, dözümsüzlük olsa, o ailənin sütunları titriyər, dağılar.
Həzrəti Zəhra salamullah aleyha ailə mühitində, çətinliklər qarşısında, əməli şəkildə səbr edərək bütün ailələrə nümunədir. Bütün ailələr, bizlər Həzrət Zəhra salamullah aleyhanın həyat tərzinə, ailə tərzinə nəzər salsıq, görərik ki, o həzrət çətinliklərlə necə rəftar eləyibdi, çətinliklərə, problemlərə necə qalib gəlibdi, əməli şəkildə, əməldə necə dözüb, səbr edibdi. Bu dözüm, bu səbir bütün ailələrə nümunə olmalıdır. O ailə ki, istəyir ailəsi möhkəm olsun, o xanım, o gənc istəyir ki, ailəsi dağılmasın, Avropa ailələrinə, serialların ailələrinə, xülasə, sosial şəbəkələrdə, telekanallarda müşahidə olunan ailələrə yox, Həzrəti Zəhranın ailəsinə görə nəzər salaq. Ailəni möhkəmləndirən birinci amil səbir və dözümdür. Gənclər gərək səbirli, dözümlü olarlar. İkinci amil ki, ailəyə möhkəmlik gətirər, həyat yoldaşları bir-birlərin yaxşılığa şövqləndirmək. Yaxşılığa, xeyir işlərə. Düzdür, Həzrəti Zəhra və Əli ailəsinə nəzər salsıq, Həzrəti Əli kamil insan, Həzrət Zəhra məsumə, kamil insan ki, Quran surəsi nazil olubdur. Nəinki dünya qadınlarının, cənnət qadınlarının seyyidəsidir Həzrət Zəhra. Düzdür, Həzrəti Əlinin şövqlənməyə ehtiyacı yox idi. Xeyr iş görmək üçün ibadətdə, itaətdə. Amma Həzrət Zəhranın ürəyə oxşar sözləri istiqamətdə, dözümdə, xeyr işlərdə Həzrət Əliyə enerji verirdi. Həzrəti Zəhra salamullah aleyha, Həzrəti Əli aleyhissalamla o qədər ehtiramla danışırdı, o qədər gözəl şəkildə danışırdı, Həzrəti Əlini Allaha itaətə və fəzilətlər əldə etməyə şövqləndirirdi. Həzrəti Mövla özü buyurur ki, Fatimə pərverdigar-ı aləmə, yəni Allaha itaət etməkdə çox yaxşı yavərdir, çox yaxşı köməkdir. Çox gözəl ifadədir ya. Bunu kim buyurur? Həzrəti Mövla buyurur. Ki, buyurur ki, Həzrəti Zəhra Allaha itaətdə çox yaxşı yavər yoldaşdır, köməkdir. Həyat yoldaşı gərək, həyat yoldaşına, bir-birlərinə şövq verələr, yaxşı iş görməkdə. Müasir dövrümüzə nəzər salsıq, tarixdə həmişə az da olsa belə xanımlar olublar ki, Həzrət Zəhranı özlərinə ideal qərar veriblər. O xanımlardan biri Həzrəti Ayətullah Əllamə Təbatəbai Rəhmətullah əleyhin xanım olubdur. Hətta özü buyurur ki, Əllamə Əl-Mizanı yazmaqda nə qədər mənə kömək edibdir. Tarixə nəzər salsız belə xanımlar çoxdur. Xanımlardan biri Züheyrin xanımıdır. Züheyri kim xoşbəxt elədi? Züheyrin xanımı. Kim Kərbəla şəhidi elədi onu? Züheyrin xanımı. İkinci amil budur ki, gərək həyat yoldaşları, ər-arvad, ailədə bir-birlərin xeyr işə, gözəlliyə şövqləndirələr. Üçüncü amil budur ki, ailədə münasibətlər, vəzifələr, işlər gərək bölünə. Belə olduqda ailə möhkəm olur. Mövzumuz ailə möhkəmliyidir. Üç amil ərz olundu. Birincisi səbir dözümdür. İkincisi ailədə bir-birlərin gözəlliyə, xeyr işə şövqləndirmək, həvəsləndirməkdir. Üçüncüsü ailədə işlərin bölgüsüdür. Gərək evdə, ailədə məsuliyyətlər, işlər bölünə. Xanımın işləri bəlli ola. Kişinin işləri gərək bəlli ola. Amma bu bölgüdə gərək xanımın ruhi və cismi xüsusiyyətləri nəzərdə tutulur. Ki, hansı işlər xanım üçündür? Xanım psikologiyası, xanımın fiziki qüvvəsi, qüdrəti nəzərdə tutulur. Xanım zərif və lətafətli bir varlıqdır. Xanımın zərifliyin, xanımın iffətin, həyasın nəzərə alsıq,
ev işləri, evin daxili işləri xanım üçün daha münasibdir. Evin xarici işləri kişi üçün münasibdir. Həzrət Zəhra və Həzrəti Mövlanın ailəsi ki bizlərə nümunədir. Görək bunlarda işlər, vəzifələr, məsuliyyətlər necə bölünmüşdür. Parantez açıram bu barədə. Biz müşahidə edirik, təəssüflər olsun ki, bu məsələ, bu balans çox pozulubdur. Xanımlar bazarda işləyir. Evdə çıxıbdır, bu adam bazarda işləyir. Əgər bu bazarda işləyirsə, deməli evdə işlər qalıbdır. Kişi nə edir? Çox təəssüf olsun. Veyl gəzir. O kafe, bu çayxana, xanım gedir bazara işləyir, gəlir. Sonra gəlir evdə paltarın yumağı var, yemək bişirməsi var, çörək bişirməsi var. Yaxşı, bir insan olaraq, belə bir kişi olaraq, əgər kişi demək mümkündürsə, sənin işin nədir? Nədir işin? Hazır gəlib, insan bir kişi kimi özünə sığışdıra bilər ki, özü veyl gəzsin, gəlsin xanımın, bir qadının, xanımın qazandığı çörəyi tələb eləsin ki, mənə yemək gətir, süfrəyə qoy. Balanslar pozulubdur.